Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə Konstitusiyadan 7-ci 23-cü maddələrin izahına baxacağıq. Və qeyd edim ki, 1-ci 6-cı maddələrin izahını demişəm. Rahat şəkildə Konstitusiyanı öyrənmək istəyənlər, dövlət qulluğuna hazırlaşanlar bu videoya baxa bilərlər. İndi gəlirik 1-ci maddə 7-yə. Maddə 7 nədir? Maddə 7 Azərbaycan dövlətidir. Azərbaycan dövlətində qeyd olunur ki, Azərbaycan dövləti, buradan da yazıram, demokratik, hüquqi, dünyəvi və eyni şəkildə unitar respublikadır. Baxın, bunu mütləq yadınızda saxlayın. Respublika, idarəetmə formamızdır bu arada bizim. İndi gəlin görək bunlar nədir? Demokratik budur ki, demos, yəni xalq hakimiyyətindən söhbət gedir ki, məhz bizdə də hakimiyyətin mənbəyi xalq idi. 1-ci maddədə, Konstitusiyada. Hüquqi budur ki, burada yəni hər hansısa bir dövlətin addımı hüquqa söykənməlidir, hüquq çərçivəsindədir. Dünyəvi budur ki, bizdə din dövlətdən ayrıdır. Hətta bizdə dövlət qurumlarında dini, belə deyim, strukturlar yaradılmır. Məsələn, hər hansısa bir qurumda dini şöbə yoxdur. Tutalım, xristianlıq şöbəsi, İslam şöbəsi və s. Unitar nədir? Vahid idarəetmədən belə deyim, mərkəzdən idarə olunur. Yəni vahid idarə olunmadır bizdə. Baxmayaraq ki, Naxçıvan bizim tərkibimizdə muxtar respublikadır, amma onun konstitusiyası, qanunları da Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına zidd olmamalıdır və s. bu barədə də danışacağıq. Daha sonraki məsələdə qeyd olunur ki, dövlət hakimiyyəti, elə buradan da xətt çəkirəm, daxili məsələdə nə ilə məhdudlaşır? Yalnız, bu sözümüzü yadımızda saxlayırıq, yalnız hüquqla, baxın, hüquqi idik biz, xarici məsələdə isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə məhdudlaşır. İndi gəlin buna baxaq, nə deməkdir bu? Baxın, fikirləşin, sizin bir mülkiyyətiniz var, əraziniz var. Bunu gəlib dövlət əlinizdən ala bilməz ki, sizin. Mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət toxunulmazdır ümumiyyətcə. Xarici məsələlərdə isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdir və biz bu müqavilələrlə özümüzə müəyyən öhdəliklər götürmüşük. Hakimiyyət, dövlət hakimiyyəti, baxın, buradan da qeyd edirəm, dövlət hakimiyyəti 3 qola bölünür. Bunlar hansıdır? Qanunverici hakimiyyətimiz Milli Məclisdir, bunu Milli Məclis həyata keçirir. İcra prezidentə mənsubdur, Azərbaycan Respublikası prezidentinə. Məhkəməni də yalnız məhkəmələr həyata keçirir. Elə məhkəmə də yazaq. Burada önəmli bir məsələ budur ki, baxın, mən dedim ki, icra prezidentə mənsubdur, demədim keçirir. Amma digərlərində dedim həyata keçirir. Çünki prezidentin özünün Nazirlər Kabineti var, yuxarı icra orqanı, icra səlahiyyətlərini həyata keçirmək üçün yaradıb və eyni şəkildə yerli icra hakimiyyəti də var ki, yerlərdə icranı həyata keçirir. Bu da nə deməkdir? Ümumilikdə icra prezidentə mənsubdur. Bu bizim maddə 7-miz Azərbaycan dövlətidir. Onu da deyim ki, bu maddənin özü də toxunulmaz maddədir və buna sonda da toxunacam mən sizlərə ki, 1-ci 6-cı maddədə bu barədə də danışmışdım nə deməkdir. İndi isə bunu silib maddə 8-ə keçək. İndi isə biz maddə 8-ə baxacağıq. Gəlin yazaq buradan maddə 8. Elə belə yazıram qısa. Maddə 8 dövlət başçısıdır. Azərbaycan Respublikasında dövlət başçısı kimdir? Dövlət başçısı əlbəttə ki, prezidentdir və prezidenti səhv yazdım deyəsən. Və prezident həm ölkənin daxilində də, xaricində də Azərbaycan Respublikasını təmsil eləyir. Bax, bu önəmli məsələdir. Söhbət nədən gedir? Daxili məsələdə, məsəl üçün, hər hansısa bir mühüm obyektlərin açılışında görmürsünüz. Lenti məhz dövlətin adından prezident kəsir. Xarici məsələdə, məsələn, BMT-nin tribunasında prezident çıxış eləyir Azərbaycan Respublikası adından və s. Yəni, bu kimi məsələlər eyni şəkildə prezident xalqın vahidliyini təcəssüm etdirir və dövlətin varisliyini təmin edir. Bu çox önəmlidir. Vahidlik nə olur? Təcəssüm olunur, təcəssüm. Yəni, əks etdirir, amma varislik isə təmin olunur. Bu nə deməkdir, uşaqlar? Bunu necə yadımızda saxlayaq? Yəni, vahidlik budur ki, 2-ci Qarabağ müharibəsində də bütün xalq prezidentin ətrafında birləşdi və vahid şəkildə təcəssüm olundu prezidentin simasında. Varislik budur ki, keçmişdən gələn adət-ənənələrin gələcək nəsillərə, belə deyim, ötürülməsi, qoruyub saxlanılması. Bax, bu da bundan söhbət gedir. Eyni şəkildə də burada qayıdaq maddə 8-imizdə
Prezidentdən görək nə qaldı burada? Vahidliyini dedim və prezident nələrin təminatçısıdır? Prezident təminatçısıdır. İndi baxırıq buna. Prezident təminatçısıdır. Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının dördüncü hansıdır? Məhkəmə hakimiyyətinin müstəqilliyinin. İndi nə deməkdir bu? Gəlin buna baxaq. Baxın, fikirləşin ki, mən hər hansısa bir dövlət orqanından şikayət eləyirəm məhkəməyə. Amma dövlət orqanının vəzifəli şəxsi öz vəzifəsindən sui-istifadə edərək məhkəmə hakimiyyətinin, yəni məhkəmənin müstəqil şəkildə qərar verməsinə mane olur. Bax, prezident bunun təminatçısıdır ki, məhkəmə hakimiyyəti müstəqil olaraq qərar versin. Kimsədən asılı olmasın. Bu da bizim maddə 8-imizdir. Yəni maddə 9-u da buradan mən yazım. Maddə 9-umuz nədir? Maddə 9-umuz silahlı qüvvələrdir. Silahlı qüvvələrimiz həm Azərbaycan ordusundan, buradan da yazım Azərbaycan ordusu və bir də digər silahlı birləşmələrdən ibarətdir. Digər silahlı birləşmələrimiz bizdə DTX-dır, Dövlət Təhlükəsizlik Xidmətini dedim, Dövlət Sərhəd Xidməti və sair silahlı birləşmələrimiz. Bəs biz bu silahlı qüvvələri niyə yaradırıq? Suallarda da düşür. Öz təhlükəsizliyimizi və müdafiəmizi təmin etmək məqsədi ilə. Və biz beynəlxalq münaqişələrin həll üsulu kimi müharibəni rədd edirik. Buradan da yazaq. Müharibə rədd yazıram. Müharibə rədd düşər, testə düşər. Və bir məsələni də deyim ki, Azərbaycan Respublikasının prezidenti silahlı qüvvələrin ali baş komandanıdır. Bunu niyə dedim? Çünki bu maddəni 8-ci maddəyə ata bilərlər və sizi çaşdıra bilərlər. Baxın, silah sözünü gördünüzsə, bilin ki, bu maddə 9-da silahlı qüvvələrdədir. Bəs maddə 10 nədir? Maddə 10-u da qısa şəkildə burada yazıram. Yəqin ki, görmüş olarsınız. Bu beynəlxalq hüququn prinsiplərindən söhbət gedir. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətini beynəlxalq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulur. Nə deməkdir bu? Ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, xalqların öz müqəddəratını təyin etmək və s. Yəni bu kimi məsələlər də olacaq bizim, belə deyim, əsas maddə 10-umuz. İndi isə bu hissəndə silim, maddə 11-ə baxaq. Dostlar, maddə 11-ə baxaq. Maddə 11 nədir? Maddə 11 ərazidir. 11-də deyir ki, Azərbaycan Respublikasının ərazisi, yazdım, ərazimiz nədir? Vahiddir, toxunulmazdır və bölünməzdir. Bax, bu üçün VTB kimi birləşdirə bilərsiniz. Belə bankımız var. Bəs yaxşı, ərazimizə haralar aiddir? Ərazimizə aiddir Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi. Xəzər dənizi yazıram, amma bilin ki, bax, Azərbaycan ərazisidir. Ona mənsub olan bölməsindən söhbət gedir, hamısı yox. Xəzərin ümumi ərazisi 386 min kvadrat kilometr idi. Və bir də hansı olacaq? Və Azərbaycan Respublikasının üzərindəki hava məkanı. Bax, bu bizim ərazimizdir və ərazimiz özgəninkiləşdirilə bilməz. Yəni, bunu da qeyd edirəm, imtahanda düşür. Özgəninkiləşdirilə. Üzərindən də xətt çəkdim. Özgəninkiləşdirilə bilməz. Bizim sərhədlərimiz dəyişə bilərmi? Bəli. Milli Məclisin qərarı ilə yalnız referendum keçirməklə, bilirsiniz, yalnız referendumla həll olan məsələlərdə məhz bu məsələ var idi. Onu da sizin diqqətinizə çatdırdım. Ərazimizlə bağlı başqa görüm nəsə qalıbmı? Onu da deyim. Əslində başqa heç bir şey qalmayıb, hər bir şey demişəm. Və ona görə biz maddə 12-yə rahat şəkildə keçə bilərik. Maddə 12-də qeyd olunur ki, dövlətin ali məqsədi. Bu müsahibələrdə də sizin qarşınıza çıxa bilər. Dövlətin ali məqsədi nədir? 1. İnsan və vətəndaş hüquq və azadlıqlarının. İkinci də Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması. Baxın, ləyaqətli yox, layiqli həyat səviyyəsinin təmin olunması məhz Azərbaycan dövlətinin ali məqsəddir. Onu da deyim ki, konstitusiyamızda biz indi sadalayacağıq, ora keçməmişik, hüquqlarımız, seçki hüququ, müraciət hüququ və s. azadlıqlarımız, vicdan azadlığı. Bax, bunların hamısı tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən tətbiq olunacaq. Bu hissədə bizim 12-ci maddəmizdir və biz bir də bu hissədən, aşağı hissədən yazım mı, yoxsa buradan yazım?
Elə bu hissədən də yaza bilərəm maddə 13-ü. Buradan da belə xətt çəkim. Maddə 13 mülkiyyətdir. Mülkiyyət hüququnda söhbət nədən gedəcək? Mülkiyyətin 3 növü var. Bunun biri dövlətdir, xüsusidir və bir də bələdiyyə mülkiyyəti var. İndi xüsusi əlbəttə ki, özümüzün mülkiyyəti şəxsidir və mülkiyyət toxunulmazdır. Belə deyim, dövlət tərəfindən belə deyim, müdafiə olunur və bu arada mülkiyyətin 3 növünü dedim, imtahana da düşür. Mülkiyyətlə bağlı demək istəyirəm ki, mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, məsələn, şəxsin şərəf və ləyaqət əleyhinə, cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə etmək olmaz. Nə deməkdir? Bu gəlin bunun da açılışına baxaq. Yəni məsələn, sizin bir əraziniz varsa, bir obyektiniz varsa, gecə saat 12-dən sonra yüksək səslə mən mahnıya qulaq asım və yaxud digər məsələlər, mənim bir ərazim varsa, orada hər hansısa bir insan şərəf və ləyaqətin alçaldan belə deyim, nəsə paylaşım, yəni paylaşım deyəndə orada hər hansısa bir məlumat göstərim ki, bu mənim obyektimdir, özüm bilərəm burada nə istifadə edirəm. Yox, elə bir şey yoxdur. Yəni burada deyir ki, insanların şərəf və ləyaqətinə zərər gəlməsin və yaxud bir obyektiniz var, orada kimyəvi maddələr istehsal edirsiniz, deyirsiniz ki, bura mənimdir, özüm bilərəm. Axı digər insanlar da əziyyət çəkir. Olmaz. Belə bir şeyə icazə verilmir. Qeyd etdiyim mülkiyyətlə bağlı da bu barədə də danışdım. Görək mülkiyyətdən bir şey qaldı-mı? Əslində mülkiyyətdən heç bir şey qalmadı. Biz maddə 14-ə baxa bilərik. Maddə 14 nədir? Maddə 14 təbii ehtiyatlardır və burada qeyd olunur ki, təbii ehtiyatlar mənsubdur Azərbaycan Respublikasına. Amma bir dənə bizim şərtimiz var. Şərtimiz budur ki, burada belə deyim, fiziki və hüquqi şəxslərin mənafelərinə xələl gətirmədən. Yəni nə deməkdir bu? Məsələn, mənim ərazimdə neft var, öz yaşadığım ərazidə. İndi dövlət gəlib məni buradan çıxarıb çöldə saxlaya bilməz axı. Qabaqcadan onun ədalətli şəkildə belə deyim, ödənişini ödəməklə məni ərazimdən çıxarır və əlbəttə ki, ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni mən demirəm neft mənimdir, amma onun ərazisi mənimdirsə, onun mülkiyyəti belə deyim, ödənişi olunmalıdır. Bu da bizim maddə 15-imiz və biz bu hissəni silirəm. İndi isə biz maddə 15-ə baxacağıq. Dostlar, indi isə biz maddə 15-ə baxırıq. Maddə 15 nədir? Maddə 15 iqtisadiyyatdır. İqtisadi inkişaf idi və dövlət idi. Yəni Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır. Müxtəlif mülkiyyət növləri nədir? Müxtəlif mülkiyyət yazıram. Bunlara aid idi dövlət, xüsusi bələdiyyə mülkiyyətlərinə söhbət gedirdi və eyni şəkildə qeyd olunur ki, dövlət Azərbaycan Respublikası bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına belə deyim, yardım eləyir, sosial yönümlü iqtisadi şərait yaradır və s. Sosial yönümlü iqtisadiyyat dedikdə burada işsizlərin sosial müavinət almasından söhbət gedir, çoxuşaqlı uşaqlara yardımdır və yaxud dövlətin digər yardımlarından belə deyim, bu əlillər üçün olan yardım və s. Yəni sosial yönümlü iqtisadiyyat dedikdə biz bunu nəzərdə tutacağıq və eyni şəkildə də inhisarçılığın qarşısını alır və s. Yəni azad sahibkarlığa şərait yaradır. Bu kimi məsələlər məhz maddə 15-dədir. Maddə 16-nı yazmağa ehtiyac yoxdur. Sosial inkişafdır. Yəni Azərbaycan dövləti belə deyim, hər bir vətəndaşının sosial rifahının yüksəldilməsinə şərait yaradır və s. Yəni önəmli olan maddə bizdə 17 olacaq. Niyə? Çünki imtahanda da tez-tez buradan düşür. 17-də deyir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Bu önəmli məsələdir. Xüsusi himayəsində kimdir? Ailə. Niyə? Baxın bunun üçün, yəni bunun belə deyim, praktiki nümunəsi nə olacaq? Ailə xüsusi himayədədir dedikdə, məsələn, dövlət ailələrin qurulması və dağılmaması üçün şərait yaradır. Çoxuşaqlı uşaqlara yardım olsun, analar üçün ödənişli analıq məzuniyyətinin olması olsun və s. Yəni bu kimi məsələlər ailənin dövlətin xüsusi himayəsində olmasını göstərir. Digər məsələyə baxaq və burada qeyd olunur ki, valideynləri və qəyyumları olmayan uşaqlar dövlətin himayəsindədirlər. Valideynləri və qəyyumları olmayan uşaqlar. Bunların üzərinə xətt çəkirəm ki, yoxdur. Yəni bunlar dövlətin himayəsindədir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət eləyir və 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağandır. Deməli, işə götürülmə yaşını mən buradan qeyd etsəm, işə götürülmə yaşı mən bunu 15 kimi götürməliyəm də. Siz gedib bunu
18 götürməyin, 15 yaş götürək. Daha sonra burada bizim bunu da qeyd etdim, bunu da qeyd etdim. Görək ki, nəsə qalıbmı? Onu da deyim. Hə. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək də valideynlərin borcudur, əlbəttə ki. Bu da bizim maddə 17. İndi baxaq maddə 18-ə. Görək, maddə 18-imiz nədir? Hə, maddə 18-imizdə bizdə din dövlətdir. Bildiyiniz kimi Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bu arada bunu demək istəyirəm ki, təhsil sistemimiz, niyə bunu dedim? Təhsil sistemimiz dünyəvi xarakter daşıyır. Bax, bunu maddə 42 təhsil hüququna atırlar. Uşaqlar da çaşır. Dünyəvidir. Yəni bizim təhsil sistemimizi qeyd etdim dünyəvi olduğunu və bütün dini etiqadlar, dinlər qanun qarşısında bərabərdir. Amma əgər o din insanpərvərlik prinsipinə ziddirsə, insanın ləyaqətini alçaldırsa, o qadağandır. Bu da öz yerində. Bəs maddə 19 nədir? Önəmli məsələlərə gəlirik, sonlara yaxınlaşırıq. Maddə 19 isə bizim pul vahidimiz olacaq. Bəli, pul vahidimizdir. Pul vahidimiz nədir? Pul vahidimiz manatdır. Və onu da qeyd edeyim ki, pul vahidi manat. Azərbaycan Respublikasında başqa valyutaların, pulların işlədilməsi qadağandır. Yəni, məsələn, marketdə siz dollarla alış-veriş eləsəniz, qadağandır o və onun məsuliyyəti var və pul nişanlarının tədavülə buraxılması və çıxarılması mənsubdur Mərkəzi Banka. Önəmli məsələdir Mərkəzi Banka. Pul nişanlarının tədavülə buraxılma və çıxarılma. Buraxılma və çıxarılma yazdım. Və onu da qeyd olunur ki, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Nədir bu müstəsna mülkiyyət? Buradan da bir ox çəkim yazıram müstəsna mülkiyyət. Müstəsna mülkiyyət budur ki, yəni bu Mərkəzi Bankın səhmlərinə hər hansısa bir, belə deyim, özəl şirkət, hər hansısa bir fiziki şəxs səhmdar ola bilməz. Yalnız burada dövlət Mərkəzi Bankın səhmi olacaq. 100%-in 100-ü də. Bu da belə və bu hissəni silək, keçək digər maddələrimizə. Dostlar, indi isə biz maddə 20-yə baxırıq. Maddə 20 nədir? Bunu yazmağa ehtiyac varmı? Sadəcə belə yazdım ki, dövlət borclarına qoyulan məhdudiyyətlərdən söhbət gedəcək burada. Yəni qeyd olunur ki, Azərbaycan dövlətinə qarşı çevriliş və yaxud da ki, qiyam eləmək məqsədi ilə alınmış borclar dövlət tərəfindən borc kimi, öhdəlik kimi qəbul olunmur və ödənilmir. Fikirləşin, hər hansısa bir qrupdur, hər hansısa bir xarici dövlətlə danışır və yaxud bankla danışır, pul alır, çevriliş eləmək məqsədilə bu artıq dövlətin öhdəliyi kimi olmayacaq. Maddə 21 nədir? Maddə 21 dövlət dilidir. Bu arada bu maddədə toxunulmaz maddədir. Dövlət dili budur ki, bizim dövlət dilimiz, buradan yazım dövlət dili. Əlbəttə ki, Azərbaycan dilidir və digər dillərin də sərbəst işlədilməsinə şərait yaradılır dövlət tərəfindən. Məsələn, kurslar açılır, məsələn, hər hansısa bir kurs mərkəzləri, Dillər Universiteti var, bilirsiniz, orada digər ölkələrin də dillərinin mərkəzi var, məsəl üçün İspan mərkəzi və s. Yəni, söhbət burada bundan gedir. Maddə 22 paytaxtdır, paytaxtımız Bakı şəhəridir. Bu, yəni rahat maddədir. Bir də sonuncu maddəyə baxaq, dostlar. Sonuncu maddəmiz 23-cü maddədir. Bu isə rəmzlərlə bağlı olan maddəmizdir. Və burada qeyd olunur ki, bizim rəmzlərimiz hansıdır? Gerbdir. Hər biri haqqında ayrıca bu arada qanun var. Gerbdir, bayraqdır, himdir. Bu 3 bizim rəmzimiz var. Və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bax, burada məsələn bayrağın təsviridir, himnin musiqisinin mətnidir, musiqisidir, mətnidir və yaxud gerbin təsviridir. Bunlar nə ilə müəyyən olunur? Konstitusiya qanunu ilə müəyyən olunacaq. Bu arada Konstitusiya qanunu ilə qanunun fərqi nədir? Onu da deyim sizə. Normalda qanunlar 83-63 səslə qəbul olunur Milli Məclisdə. Düzdür, bəziləri var 83 səsdən. İndi biz o haqda da danışacağıq gələcəkdə. Amma Konstitusiya qanunları 95 səs çoxluğu ilə qəbul olunur və bu Konstitusiya qanunu prezident imzalamasa qüvvəyə minmir. Amma digər qanunlar elə deyil. Məsələn, 63 səslə qəbul olunanlar geri qaydanda 83 ilə qəbul olursa prezidentin imzasına ehtiyac olmur. İndi gələcəkdə bu barədə ətraflı danışaram. Yəni Konstitusiyada əks olunmuş hər hansısa məsələnin daha belə deyim, geniş şəkildə bu Konstitusiya qanununda siz onu görə bilərsiniz. Xüsusi tənzimlənməsi deyək də buna. Məsələn, nə demək istəyirəm? Tam sizə aydın olsun. Dövlət bayrağının istifadə edilməsi qaydaları haqqında qanun var. Bir də burada da, yəni Konstitusiya
konstitusiyada da qeyd olunur ki, bayrağın eninin uzunluğa nisbəti 1-in 2-yədir. Amma bir məsələni demir orada. Məsələn, bayrağın sxematik təsviri yoxdur, düzdürmü? Siz görmürsünüz. Amma həmin konstitusiya qanununa baxsanız, bayraq haqqında, orada bayrağın sxematik təsviri, hər bir məsəl üçün hansı rəngdə olmalıdır falan hamısı var. Amma konstitusiyada deyir ki, bizim bayrağımız 3 üfüqi zolaqdan ibarətdir. Yuxarı zolağımız mavi, orta zolaq qırmızı, aşağı zolaq da yaşıl. Aşağı da yaşıl zolaqdır. Bax belə. Yəni demək istədiyim buydu. Bu bizim 23 maddəmiz. Konstitusiyanın 1-ci bölməsini tamamladıq sizlərlə. Və bundan sonra da digər mövzularımıza baxacağıq. Bu arada mənim WhatsApp və Telegram qruplarıma üzv ola bilərsiniz. Aşağı hissədə linki yerləşdirəcəm. Bax belə. Sağ olun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.